Həbib Məşədi Pərcan sağlığında öz adı ilə şərəfləndirir məni. Həmişə çalışmışam ki, onun adını uca tutum, onun adını doğruldum. Yenə də belə çalışırıq ki, 2 nəsil keçib üstündən yenə də o kişinin adını qoruyuruq. Vaxt tapan kimi mən Əmizlər kəndinə gedirəm. Həm Əmizlər cəmaatının, həm Əmizlərin qulluğunda durmaq ki, elimiz, ovamız itməsin, tarixdən silinməsin torpaqlarımız. Kəndimiz yenidən inşallah belə deyilir, bir ikinci baharın yaşasın da kəndimiz inşallah, Allah'ın izniyle. Kişinin adını daşıdığıma görə həmişə mənə deyilə ki, sən də kişi kimi 100 il yaşayacaqsan, içimizdə oyadırsan ki, qaydın öz bizə. Biz də qaydmağa çalışırıq. İnşallah ki, yeni dediyim kimi bu verilişlər, silsilə verilişləri həqiqətən bir bərəkət olacaq biz üçün, Allah'ın izniyle. Murad qardaş, xoş gəlmisən. Allah razı olsun. Bu proyekt biz üçün həqiqətən dəyərlidir. İnşallah proyektimiz uğurlu olar Allah'ın izniyle. Mən özüm Muradov Həbib Ağabaloğlu. Özüm Bakı şəhəri Yasamal rayonunda dünyaya göz açmışam. Mənim adımın qoyulmasında əsas səbəbkarlardan biri Allah qəni-qəni rəhmət etsin bütün dünyasında yaşayan böyüklərimizə. Həbib Məşədi Pərcan sağlığında öz adı ilə şərəfləndirir məni. İnşallah mən də yaşadığım müddət ərzində, yaşadığım bu 41 il ərzində həmişə çalışmışam ki, onun adını uca tutum, onun adını doğruldum. Çünki düşdüyüm hər bir müddət, hər evdə, obada kişiyə necə hörmət olunub, kişi haqqında o qədər xoş sözlər danışılır ki, adam həqiqətən qürur duyur. Ona görə çalışırsan ki, maksimum ki, yəni hərəkətində, oturuşunda, duruşunda ki, o kişinin adına heç bir zərrə qədər olsun bir xələl gəlməsin inşallah. Yəni biz də nəvələri olaraq, nəvəsi yox, biz nəticəsi kişinin. Yenə də belə çalışırıq ki, 2 nəsil keçib üstündən yenə də o kişinin adını qoruyuruq. Və onu tanıyan, adını eşidən, onun haqqında bəzən elə danışır ki, bəzən düşünürəm ki, bunların babasıdır, yoxsa mənim babamdır. Yəni o dərəcədə adam qürur duyur. Vaxt tapan kimi mən Əmizlər kəndinə gedirəm. Uşaqlıda yay tətilləri, bir yay tətili Xaçmazda olanda, bir yay tətili Əmizlərdə olardım. Bir oğlumla, bir oğlu Xəyyamla, əmim oğlu Elmanla, o bir oğlum Turanla. Yəni, demək olar ki, biz Əmizlərdən heç bir halda əlaqəmizi kəsməmişik. Həmişə çalışmışıq, gücümüz çatan. Həm Əmizlər cəmaatının, həm Əmizlərin qulluğunda durmaq ki, elimiz, ovamız itməsin, tarixdən silinməsin torpaqlarımız. Kəndimiz yenidən inşallah belə deyilir, bir ikinci baharın yaşasın da kəndimiz inşallah, Allah'ın izniyle. Ola bilər hamımız şəhərdə, müəyyən yerlərdə yer-yurd eləmişik özümüzə, amma ki, dədələrimizin, babalarımızın yatdığı torpaqları unutmayaq. Çünki insan oraya gedəndə, indi bəzən mənə deyirlər ki, üzrə mini Əfqanistan oxşayır orada, deyir, nə zövq alırsan oradan. Mən olayı izah edə bilməm ki, mən oraya gedəndə elə bir ruhum dincəlir də. Çünki düşünürsən ki, bir anlıq ki, sənin ulu babaların hamısı burada yatır. Və onlardan elə bir xüsusi bir ilham ala bilirsən. Yəni, bəlkə də mən o hissi yaşayıram deyənə, onu təsəvvür edə bilirəm, bəzi insanlar ola bilər ki, yaşamasın. Əsas bizim də bağlılığımız onunla əlaqədardır ki, biz uşaqlıqda kənddə olmuşuq. Ona görə də mən həmişə çalışıram ki, yəni bizlər də, yəni ətrafımız çalışırıq ki, uşaqlarımızı o kəndə aparaq. Çünki uşaqlıq elə bir hissdir ki, o getdiyin yerdə sənə o nostalji bir hiss yaşatdırsa, ora bağlılıq başlayır səndə. Yəni, mənim düşüncəm budur. Mən təklif edərdim elimizə, obamıza da ki, Allah bütün böyüklərimizə uzun ömür, can sağlığı versin. Bizə istəyirik ki, kəndimizi qoruyaq, kəndimiz itməsin, batmasın, yenidən həqiqətən dirçəlsin kəndimiz. Kişinin adını daşıdığıma görə həmişə mənə deyilə ki, sən də kişi kimi 100 il yaşayacaqsan, ömür verən Allahdır da, yəni bilmək olmaz nə qədər olacaq, amma mənim indidən vəsiyyətim odur ki, Allah qismət eləsə, mən Əmizlər kəndində, yəni dəfn eləsinlər. Onun üçün də bugün də çalışırıq ki, meçiddə müəyyən yenidən qurma işlərinə başlamışıq Əmizlər əhli ilə.
Təkəmizdə əhli yoxdur. Yəni o məscid, adı məscid olduğuna görə demək olar ki, Göyxanı mahalına hər yerdən var. Bəzən bir başqa rayonlar da var ki, oradan da dəstək olurlar məscidimiz üçün. Yenə də çünki bu Allah yolunda elə bir işdir ki, yəni orada Göyxanı mahalı olsun, ya Xızının özü olsun, fərq yoxdur rayonların, sakinlərin hamısı çalışırlar canla başla orada iştirak edirlər. Məscidin adı olduğuna görə. İnşallah biz də çalışırıq ki, orada elə bir şərait quraq ki, həqiqətən də məclislərimizi verməyə, inşallah müəyyən məclislərimizi keçirməyə, Allahın izni ilə. İnşallah ki, qismət olsa, qısa bir zamanda bunlara nail olacaq Allahın izni ilə. Murad qardaş, əziyyət çəkmisən, vaxt ayırmısan, gəlmisən. Bütün ümumiyyətlə Xızı TV-nin əməkdaşlarına və xüsusən də sənə təşəkkürümü bildirirəm ki, yəni bizim unudulmuş kəndlərimizi həqiqətən də belə deyək də, biz də içimizdə oyadırsan ki, qayıdın öz bizə. Biz də qayıdmağa çalışırıq. İnşallah ki, yəni dediyim kimi bu verilişlər, silsilə verilişləri həqiqətən bir bərəkəti olacaq bizim üçün Allahın izni ilə. Bir daha təşəkkürümü bildirirəm Murad qardaşlarına. Allah razı olsun hamımızdan. Ya kocamız ya cavanımız. Torpaq təsir çəkək, vatan təsir çəkək, qırqət təsir çəkək. Daxil işinin başarıq olar elə şey. Yer əzim keçdi mənlə, o keçdi mənlə. Mərdlərə körpü oldum, namərdlər də keçdi mənlə.